Xütbəmizin əvvəlində bir ayə oxuduq, Ali-İmran surəsi 175-ci ayə. Qorxunun imanla əlaqəli olması məsələsini Allah Quran-ı Kərimdə özü bildirir. Allah Teala buyurur: "İnnəmə zəlikumus şeytan." Həqiqətən şeytan yuxaffifu əvliya'a. Şeytan yalnız öz innəmə keçir burada. Bu da yalnız və yalnız deməkdir. Şeytan yalnız və yalnız ancaq, yəni öz dostlarını aldada bilər, qorxuda bilər. Yəni şeytan öz dostlarından başqasını qorxuda bilməz. Fələ təxafuhum və xafuni. Allah deyir ki, onlardan qorxmayın, siz məndən qorxun. Və şərti də qoyur ayənin sonunda. İn kuntum mu'minin. Əgər möminsinizsə. Yəni Allah Teala bildirir ki, əgər möminsinizsə, əgər mənə iman etmişsinizsə, şeytan sizə heç vaxt qorxuda bilməz. Və siz yalnız və yalnız məndən qorxun. Yəni məndən qorxun deməklə Allah burada bildirmək istəyir ki, etdiyiniz əməllərdən qorxun ki, mütləq bir-bir sizdən onun hesabını soruşacağam. Xütbəmizin əvvəlində bir ayə oxuduq, Ali-İmran surəsi 175-ci ayə. Qorxunun imanla əlaqəli olması məsələsini Allah Quran-ı Kərimdə özü bildirir. Allah Teala buyurur: "İnnəmə zəlikumus şeytan." Həqiqətən şeytan yuxaffifu əvliya'a. Şeytan yalnız öz innəmə keçir burada. Bu da yalnız və yalnız deməkdir. Şeytan yalnız və yalnız ancaq, yəni öz dostlarını aldada bilər, qorxuda bilər. Yəni şeytan öz dostlarından başqasını qorxuda bilməz. Fələ təxafuhum və xafuni. Allah deyir ki, onlardan qorxmayın, siz məndən qorxun. Və şərti də qoyur ayənin sonunda. İn kuntum mu'minin. Əgər möminsinizsə. Yəni Allah Teala bildirir ki, əgər möminsinizsə, əgər mənə iman etmişsinizsə, şeytan sizə heç vaxt qorxuda bilməz. Və siz yalnız və yalnız məndən qorxun. Yəni məndən qorxun deməklə Allah burada bildirmək istəyir ki, etdiyiniz əməllərdən qorxun ki, mütləq bir-bir sizdən onun hesabını soruşacağam.